Xoş gördük sizləri, dəyərli izləyicilər, əziz muzey sevərlər. Bugündən etibarən Sumqayıtın Tarixi Muzeyi burada nümayiş olunan, fondlarında mühafizə olunan eksponatları sizlərə daha yaxın etmək üçün yeni bir layihə ilə hər eksponat bir tarixdir layihəsi ilə qarşınızdadır. Qeyd edim ki, Sumqayıtın Tarixi Muzeyi 2 noyabr 1967-ci ildə 1500-ə yaxın eksponatla ilk ziyarətçilərini qəbul etmişdir. Bugün bu rəqəm 15.000-i ötüb. İlk tanışlıqda sizlərə məişət və etnoqrafik əşyalar bölməsi üzrə zirehli geyimi təqdim etmək istəyirəm. Zirehli geyim 1940-cı illərdə Sumqayıtın tikintisi zamanı torpağın alt qatından aşkar olunmuş və 1968-ci ildə muzeyə təhvil verilmişdir. Zirehli geyimin tarixi 12-ci əsrdən hesablanır. Göründüyü kimi, dairəvi halqalarla bir-birinə bənd edilmiş zirehli geyimin uzunluğu 91 cm, çəkisi 4 kiloqram 500 qrama yaxındır. Odlu silahın icadından öncə döyüşçülər soyuq silahlardan, nizədən, oxdan qorunmaq üçün bu kimi zirehli geyimdən istifadə etmişlər. Ədəbiyyatımızda bu kimi geyimlər zirehli və ya dəmir don kimi hallanmışdır. Bəzi mənbələr isə bu geyimin kiraz kimi hallandığını qeyd edir. Hal-hazırda müasir dövrümüzdə bu kimi geyimlər zirehli gödəkçələrlə əvəz olunmuşdur ki, əsgərlərimiz qəlpədən, mərmidən, güllə yarasından xilas olmaq üçün geyimlərdən, zirehli gödəkçələrdən istifadə edir. İkinci əşyamızı təqdim etmək istəyirəm. Arxeoloji əşyalar bölməsi üzrə üstü yazılı çaylaq daşı. Bu nümunəni sizlərə təqdim edirəm. Göründüyü kimi çaylaq daşı ağ və boz rəng çalarlarını özündə birləşdirir. Uzunluğu 12 cm, eni 7 cm, diametr isə 19 cm hesablanır. Çaylaq daşının üzəri, qabarıq hissəsi texniki üsulla Kiril əlifbası ilə burada yazılar, rəqəmlər həkk olunub, hətta bəzilərini oxumaq belə mümkündür. Məsəl üçün, D. V. Raxmanoviç və ya 93, 96, 15 rəqəmlərini burada aydın oxumaq mümkündür. Hətta bir faktı qeyd edim, D. V. hərfləri arasında Çar Rusiyasına məxsus tacın təsviri diqqətdən yayınmır. Buradan belə bir sual ortaya çıxa bilər. Hər iki əşyanın Sumqayıtla nə bağlayır? Onu qeyd edeyim ki, orta əsrlərdə Sumqayıtın ərazisi ticarət yolunu xatırladır. Eradan əvvəl 2-ci əsrdən etibarən Çinin Sian şəhərindən başlayaraq Şərq ölkələrindən keçən Böyük İpək yolunun bir qolu orta əsrlərdə Sumqayıtın ərazisindən keçmişdir. Çünki burada çay axırdı, Sumqayıt çayı, hansı ki bizim şəhərimizin adı bu çaydan götürülüb. Çayın hər iki sahilində karvansara inşa olunmuşdur ki, bu da tacirlərə əl verirdi ki, həmin karvansaralarda dincəlsinlər və çayın suyundan dəvələri suvarsınlar. Mənbələr istinadən onu qeyd etmək istəyirəm ki, Sumqayıtın ərazisindən keçmiş tacirləri zirehli geyimli Rus əskərləri müşayiət edirdi. Yəni, karvanı soyğundan, qarətdən xilas etmək üçün, qorumaq üçün. Zirehli geyimin bu ərazidən tapılması bu mənbəyə istinadən bunu sübut kimi göstərməyə imkan verir. Eləcə də çaylaq daşının üzəri Kiril əlifbası ilə Rus dilində yazılması
buradan keçən əsgərlərin Rus millətinə məxsus olduğunu deməyə bizə əsas verir. Bugünlük bu qədər. Yeni eksponatlarla yeni gündə görüşmək ümidi ilə sağlıqla qalın.